Salam əziz şagirdlər. Bu videoda sizlərə 2026-cı il 9 mart tarixində buraxılış imtahana düşmüş riyaziyyat suallarının izahını verəcəm. Suallara imtahandan şagirdlər çıxanda tələsik baxıb izahlar verdik. Şagirdlər cavablarını yoxladılar. Sadəcə düşündüm ki, növbəti il 11-ci sinif olanlar və 15 mart buraxılış imtahana gedənlər və eyni ilə əvvəlki illərin məzunları da suallara daha rahat baxmaq üçün, izahları daha aydın izləməsi üçün daha aydın bir izah çəkmək lazımdır. Ona görə bu izahı çəkəcəm və çalışdığım qədər suallara daha aydın və qısa şəkildə izahlar verəcəm. Başlayaq birinci sualdan və sualları izah edib qutarandan sonra isə belə deyək, sonda suallar haqqında öz fikirlərimi bildirəcəm. Necə idi, hansı səviyyədə idi? Başlayaq suallara. Birinci sualdan başlayaq. Deməli, 61-ci sualı biz demək olar bu sualdan əvvəlki illərin buraxılışlarında da, topluda da yetərincə işləmişik bu sualdan. Buradan eləyəcəyik. Sadə bir sual. Müxtəsərə görə sürət açacağıq. Yəni, 828 çıxılsın 72 vurulsun 828 plus 72 və bunu biz böləcəyik 378-ə. Buradan alırıq ki, 828-dən 72 çıxsa alacaq ki, 756 plus cəmi isə bizə verəcək 900. Daha doğrusu plus niyə? Vurulsun 900. 900 bölünsün 378. 378-dən 756 qısa gedir. Burada qalar 2. 2-ni də 9-a vursaq 1800. Doğru cavabımız olacaqdır 1800. Bu da bizə C variantında vermişdi. Keçək ikinci suala. Silsilə ilə bağlı bir sual idi. Biz bununla da bağlı topluda da, əvvəlki illərin buraxılışlarında da bu tip suallardan çox izahlar vermişik. Sadəcə burada test silsilə fərqini soruşurdu. Əvvəlki illərdə müəyyən qədər hədlər verirdi və sonra hansısa bir həddi soruşurdu. Sadə bir üsulla ya açması ilə yaza bilərsiniz hər birini. Mən bu fərqlə yazacağım. D silsilə fərqi bərabər idi. AM minus AM bölünsün M minus N. Düsturumuz buydu. Bu da bərabərdir. A28-dən A28 yəni A28 çıxılsın A13 bölünsün 28 çıxılsın 13. Bu şəkildə yerinə yazıb tapacaq. Bu da bərabərdir. 28-in qiyməti elə 28, A13-ün qiyməti isə 58 verilibdir. Bölünsün 28 çıxılsın 13. Bu da bərabərdir. Aşağı edər məxrəc yəni 15, yuxarı isə mənfi 30. Bu da bərabərdir mənfi 2. Doğru cavabımız olacaqdır burada B variantı. Sonra baxaq burada 63-cü sual. Çox rahat bir sual. Trigonometriya ilə bağlı çox rahat bir sual. Sadəcə düsturu bilmək lazımdır. Baxın, dərslərdə də deyirdik ki, şagirdlər, düsturları bilməlisiniz ki, sadəcə düsturda necə düşəcək, yəni buraxılış imtahanda düsturu bilirsənsə qoy yerinə hesabla getsin. Bax burada. Biz kosinus alfa plus kosinus beta cəmin hasilə çevirmə düsturu. 2 vurulsun kosinus alfa plus kosinus beta bölünsün 2 və daha doğrusu kosinus alfa bölünsün yox. Kosinus alfa çıxılsın beta. Yəni bir dəfə cəmi olacaq, bir dəfə də hasili olmuş olacaq. Vurulsun kosinus alfa minus beta bölünsün 2. Burada kosinus bu 2'nin yanındadır. Yəni bu alfa plus bu ayrıcasınadır. Aha, tələmtələsi yazırıq deyə biraz sərqəz düşə bilər. Okay. Bərabərdir. 2 vurulsun kosinus alfa plus beta. Yəni 38 plus 18 bölünsün 2. Bu da vurulsun kosinus 38 minus 18 bölünsün 2. Bərabərdir. 2 vurulsun kosinus 38 ilə 18-in cəmi bizə verəcək 56. 2 bölsə 28. Yəni kosinus 28 edər. Vurulsun kosinus 38-dən də 18 çıxsa 20 alaraq 2-yə də bölsək kosinus 10 qalmış olacaq. Doğru cavabımız belə olacaqdır. Yəni bunlar dərəcələrdir də təbii ki. Doğru cavabımız burada olacaqdır bizim D variantı.
Aha. 64-cü sual. Yoldaşlar 64-cü sualdan bu sualdan da izah etmişik. Bu sualdan da topluda zaten çoxdur bu suallardan. Ancaq videolarda bəlkə də diqqətlə baxsaz, əvvəlkilərin buraxışlarında bu tipli suallardan çox düşüb. Deməli bizdən burada nə verib? Bizdən soruşur ki, m-in. Bizdən x-i soruşur. Buraya yazaq x. Aha, bizdən bu x-i soruşur. Deməli b-dən n-ə 8 verib. Buranı bizə 8 verib. N-dən s-yə 17 verib. Buranı 17 veribdir. Və bizdən AC-nə də 20 veribdir. Yoldaşlar, burada diqqətlə baxsaz, burada bu bucaq, bu MN AC-yə paraleldir, şərtdə özü verir. Əgər paraleldirsə, bunlar üçün ortaq bir dənə fi bucağımız var. Kənardan qeyd edirəm. Bunlar üçün bir dənə fi bucağımız eynidir. Və eyni zamanda bunlar paralel olduğuna görə buradakı A bucağı alfadırsa, o zaman M bucağı da alfadır. Və biz oxşarlığa görə yazsaq, fi bucağı həm x üçün, həm də 20 üçün ortaq bir bucaqdır. O zaman mən yazacağam ki, x-in 20-yə nisbəti bərabərdir. Alfanın qarşısında nə durur? Kiçik alfanın qarşısında 8 durur. Və bu biri alfanın qarşısında isə böyük BS durur. Yəni 8 ilə 17-nin cəmi 25 durur. Yəni 8-in 25-ə nisbəti. Burada 4-ə ixtisar 5-ə ixtisar aparsaq, burada qalacaq 4, burada da qalacaq 5. Yəni 5x bərabərdir 32-yə. Çarpaz vurduq. X də bərabərdir. 32-ni də 5-ə bölsək 6,4 etmiş olacaqdır. Doğru cavabımız burada A variantı olacaqdır. Sonra keçək 65-ci sual. Bu sual. Səhv etmirəmsə bu sualdan topluda var. Və bu dərslərin birində mən sınaq işlədim şagirdləri. İmenli bu sual orada var idi. Həm elə ədədlər də belə idi. Və keçənlərdə 2025-də də bu tipli bir sual düşmüşdü. Yəni zaten olsa prizmadan bir sual düşür, sahəsini soruşur və yaxud da ki, nə isə verir, həcmini soruşur. Burada deməli prizmanın həcmi bizə nə qədər verib? Yəni V bərabərdir 120 veribdir. Bizdə isə hündürlüyünü isə 8 veribdir. Bizə nəyi soruşur? Oturacağının sahəsini soruşur. Yəni S oturacağı bizdən soruşur. Deməli V nəyə bərabərdir? S oturacaq vurulsun H-a bərabərdir. Bu da 120-yə bərabərdir. Bizdən S oturacağı soruşursa, mən S oturacağı tapmaq üçün 120-ni bölməliyim hündürlüyə. Hündürlüyü də 8 öz şərtdə verir. Yəni 120 bölünsün 8 bərabərdir 15 olacaqdır. Doğru cavabımız burada 15 idi. Sonra baxaq burada 66-cı sual. Deməli bu sual eni 40 olan uzunluğu K olan düzlüğünün perimetrini tapın. Şurada bu da çox rahat. Yəni həqiqətən olduqca rahat bir sual. P bərabərdir 2 vurulsun. Eni nə qədərdir? Eni 40-dır. Eni 40-dır. Deməli uzunluq isə K-dır. Bu şəkildə vurub açmayıb heç. Bu şəkildə də saxlayıb. Baxın doğru cavabımız burada olacaqdır bizim. C variantı. Sonra 67-ci suala baxaq. Şərtini ödəyən n natural ədədlərin sayını tapın. İnşallah burada qaydanı bilməsəz belə bir-bir saya bilərdiniz. Hansı ədədlərdir? Baxın 17 daxildir. Birincisi 17-dir, ikincisi 18-dir, üçüncüsü 19, 20, 21, 22 və 23 daxildir. Neçə 1, 2, 3, 4, 5, 6. 6 nə? Doğru cavabımız C-dir. Ya da ki, qaydanı yaza bilərsiniz. Baxın 17 daxildir, amma 23 daxil deyil. O zaman nə edirdik? 23-dən 17-ni çıxacaqdır. Yəni sondan başlanğıc çıxırdıq. Heç biri daxildir. Biri daxildirsə 1 falan üzərinə gəlir, nə də çıxırdıq. Bu da eləcəkdir, bir də 6. Sonra 68-ci sual. Deyir, sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçinin neçə müxtəlif üsulla seçmək olar? Deməli, kombinizon 24-dən 2-ni hesablayacaqdır. Bu da bərabərdir. 24 faktorial bölünsün 2 faktorial vurulsun 24 minus 2. Yəni 22 faktorial. Bu da bərabərdir. 23 vurulsun 24 bölünsün 2. Bunlar ixtisar gedər. Burada qalar 12. Bu da bərabərdir. 23 vurulsun 12. Bu da nə verər bizə? 230, 276. 276 vermiş olacaqdır. Doğru cavab burada da C variantı. Yəqin ki, bu da C-dir. PDF yazanda üstə silinir. 276. Sonra baxaq biz burada 69-cu suala. Deyir ki, 40% ifadəsinin qiymətini bərabər ədəd tapın. Baxın, görürsünüzmü, kəsirlərlə faizi bir yerdə salınır. Yəni bir sual içərisində 2 dənə bölməli olur. Şagird həm faiz bölməsini bilməli, həm də kəsirləri
hesablamağı bilməlidir. Birinci, biz bilmirik hansı bir ədəddir. Tutaq ki, bir A ədədi olsun. A-nın 40% nəyə bərabərdir? A-nın 40% həmin bu kəsin qiymətinə bərabərdir. İndi gəlin bunu hesablayaq. 4,5-i nətər yaza bilərəm? 4,5 yaza bilərəmmi? 10-da 45 kimi. 10-da 45 kimi yaza bilərəm. Sonra vurulsun. Bu qarşı kəsiri düzgün olmayan kəsiri çevirsək 3-də 5 deməkdir. Bir də üstə gəl 2,5 tərkibində saxlayaq. Bu da bərabərdir. Baxın 5 ilə 10 ixtisar gedər. Burada qalar 2. 3 ilə də 45 ixtisar gedər. Burada qalar 15. 15-i 2 bölsəm 7,5 plus 2,5. Cəmsi nə verir? Cəmsi bizə 10 vermiş olarmı? O zaman yəni A-nın 40% 10-a bərabərdir. Buradan da bunlar ixtisar gedər. Deməli, daha doğrusu bunlar ixtisar getməyəcək. Yuxarı ixtisar gedər. Olacaq. Deməli 0-la bu 0 getsə, yəni 4A bərabərdir 100-ə, A da bərabərdir 100 bölünsün 4, yəni 25 olmuş olacaqdır. Burada doğru cavabımız bizim Y variantı idi. Sonra keçək 70-ci sual. Baxın, burada nədir? Şəkildə verilənlərə görə alfa bucağını tapın. Baxın, həm burada 40 dərəcənin qövsü nədir? Eyni qövs söykənir, həm də alfa eyni qövs söykənir. O zaman 40-ın qarşısı bura 80-dir. Alfa da 80-in yarısıdır. Yəni burada 40 olacaqdır. Doğru cavabımız nə idi? Burada B variantı. Şifahi bir sual idi. 71-ci sual. 71-ci sualda heç nə sinus 60 ilə kosinus 30-un qiymətlərini yerinə qoy. Cavabı çıxır. Sinus 60 neçə alır? Kökdə 3 bölünsün 2 alır. Kosinus 30-dan neçə alır? O da kökdə 3 bölünsün 2 alır. Bu nə verəcəkdir bizə? Bu da bizə 0 verəcəkdir bu şəkildə. Və yaxud da belə düşünə bilərdik. Kosinus 30 nəyə bərabərdir? Kosinus 30 ilə sinus 60-ın üstünə bərabərdir. Oradan da tapa bilərdik. Sonra baxaq biz burada 72-ci suala. 72, bu da toplunun sualı. Toplunun bir sualdır. Nəyə bərabərdir? Kökdəkini kökdə 2 vuracaqsan. Eləyəcək 2, yəni 2-nin kvadratı. Bu da bərabər 4-ə. Şifahi bir sualdır. Doğrudan da B variantı. Sonra 73-cü sual. Bərabərsizliyin ən kiçik həllini tapın soruşur. Hər tərəfin mənfi 2-yə bölsək, alacaq ki, x böyük, işarə əksinə dəyişdirək, çünki hər tərəfi mənfiyə bölmüşəm, böyükdür mənfi 4-dən. Bərabərliyin ən kiçik tam həllini deyirsə, o zaman bərabərimizin ən kiçik tam həlli mənfi 4-dən böyük daxil olduğuna görə elə mənfi 4-ümüz olacaq. Bu da D variantında bizə verilmişdir. Sonra 74-cü suala baxaq. 74-cü sual konusuna bağlı bir sualdır. Aha, şəkli burada çəkək. Deyək ki, konusun doğranı 10 kökdə 3-dür. O zaman konusumuz olsun. Belə bir konus çəkək. Ola bilər biraz səliqəsiz olsun, ancaq oxşatmağa çalışacağıq. Aha. Deməli, bizdən soruşur ki, burada konusun doğranı 10 kökdə 3-dür. Doğran 10 kökdə 3-dürsə qeyd edirəm bura. 10 kökdə 3. Oturacaqla müstəvi arasındakı bucaq 30 dərəcə bucaq əmrinə gətirir. Aha, yəni bura isə 30 dərəcədir. Bunu qırmızıdan qeyd eləyək. Yəni bura 30 dərəcədir. Və bilirik ki, burada isə bura hündürlük olduğuna görə nədir bu? 90 dərəcədir. O zaman bura nə qədər qalır? Burada qalır 60 dərəcə. Aha, burada 60 dərəcə qaldı. İndi biz nə edə bilərik? Bizdən konusun oturacağının radiusunu soruşur. Yəni bizdən bu məsafəni soruşur, eri soruşur. Nə edə bilərik? Baxın, 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz 10 kökdə 3-dürsə, o zaman katet olacaq 5 kökdə 3. Digər katet isə, bax bu erdir. Er 60 dərəcə bucaq qarşısında duran. O da nədir? Digər katetin kökdə 3 mislidir. Yəni 5 kökdə 3 vurulsun kökdə 3. Bu da nəyə bərabərdir? Bu da 15-ə bərabərdir. Doğru cavabımız burada 15 olacaqdır. Sonra baxaq biz burada 75-ci suala. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Deməli, biz burada nə edə bilərik? Biz burada birinci, gəlin sadələşdirək. Bax, 2 üstü x plus 3 belə yaza bilərəm. 2 üstü x vurulsun 2 üstü 3 kimi yaza bilərəm. Çıxılsın 6 vurulsun 2 üstü x olduğu kimi qalsın hələ ki. Kiçikdir 3 üstü x vurulsun 3 çıxılsın 3 üstü x şəklində yazdım. İndi nə edə bilərəm?
Burada ya 2 üstü x-i çıxarda bilərik metr xaricindən, ya da ki 2 üstü 3 ilə nə deməkdir? 8 deməkdir. Yəni 8 vurulsun 2 üstü 3 çıxılsın 6 vurulsun 2 üstü 3. Kiçikdir. Deməli 3 üstü x, yaxşı bunu da belə yazaq hələ ki 3 üstü x vurulsun 3 çıxılsın 3 üstü x. Bir də sadələşdirdik. İndi baxın 8 dənə 2 üstü 3-dən daha doğrusu 2 üstü 3 yox. Burada diqqət yazmaq lazımdır. Diqqətli yazmaq lazımdır. Deməli, burada 2 üstü x-lər idi. Çıxılsın 2 üstü x. Aha. Biz burada 2 üstü x-i çıxarsaq çölə, qalacaq nə? İçəridə 8 çıxılsın 6 kiçikdir. Burada da 3 üstü x-i çıxarsaq 3 üstü x vurulsun 3 çıxılsın 1 qalmış olacaq. Aha. Buradan 2 üstü x vurulsun 2. Buradan da 3 üstü x vurulsun 2. 2'lər gedər. Nə qalar yekunda? 2 üstü x kiçikdir 3 üstü x-dən. Bərabərsinin ən kiçik tam həllini tapın deyir. Baxın, x-in burada biz x-ə qiymətlər verməliyik təbii ki. Baxın, x-ə aparı mən 0 versəm, nə olar? 1 kiçikdir 1 olar. Təbii ki, bu da doğru deyil. O zaman x 0 ala bilməz. O zaman burada ən kiçik tam həllimiz 1 olacaq. Niyə mənfilərə baxmadım? Çünki 2 üstü x 3 üstü x-dən kiçikdir. Mənfi qoysam bu əksinə olacaqdır. O 2 üstü x 3 üstü x-dən böyük olacaqdır. Amma burada 1 qoysaq 2 kiçikdir 3 həqiqətən doğrudur. Yəni ən kiçik bərabərsinin ən kiçik tam həlli burada ilə 1 olacaq. Yəni doğru cavabımız burada 1 olacaqdır. Sonra baxaq burada 76-cı sualı. Deməli, bu sualda ehtimalla bağlı bir sualdır. Ehtimaldan 2 dənə sual düşüb. Bayaq da bir dənə sual həll elədik. Olsun. Bu sualda bizə deyir ki, AB 2 rəqəmli ədədlər üçün AB natural olarsa, belə AB-lər arasında məsafələşmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Tapaq. Deməli, AB 2 rəqəmli bir ədəddir və bu ədədlərin kökdə AB natural ədəd olarsa, yəni kökdən hansı bir qiymət natural ədəd olursa, o zaman belə çıxır ki, kök altında olan AB kvadratik ədədlərdir və 2 rəqəmlidir. O zaman 2 rəqəmli kvadratik olan ədədlərimiz hansılardır? 16 4-ün kvadratıdır, 25 5-in kvadratıdır, sonra 36 6-nın kvadratıdır, sonra 7 49 8 gələcək. Kvadratı 64 və 9 81 artıq 10 gəlsə 100 olur və o 2 rəqəmli ədəd olur. Bunlar neçə dənədir? 1 2 3 4 5 6. Ümumi olaraq 6 dənə ədəddir. Bunlardan deyir ki, təsadüfi seçilmiş bir ədəd tək ədəd olmaz. Tək ədədlər hansılardır? Təklər 25-dir, 49-dur və 85-dir. Yəni 3 dənədir. Bu da bərabərdir 2-də 1, bu da bərabərdir 0,5. Yəni doğru cavabımız burada 0,5 olacaqdır. Baxaq burada 77-ci suala. Bu ifadəsinin qiymətini hesablayın. Topluda buna aid çox suallar var. Baxın, biz necə yaza bilərik burada? Yaza bilərəm ki, loqaritma 81 nə deməkdir? 81 3 üstü 4 deməkdir. 8 də 2-nin kubu deməkdir. Bölünsün, loqaritma 9 3-ün kvadratı deməkdir. 32 isə 2 üstü 5 deməkdir. Loqaritmanın xassasına görə hesablasaq, deməli 3 keçəcək və 4 tərsinə keçəcək və o zaman qarşıya olacaq 4-də 3 vurulsun, loqaritma 3-də 3 əsasdan 2. Bölünsün, 2 ilə 5 keçəcək əvvələ, o zaman olacaq 2-də 5 vurulsun, loqaritma 3 əsasdan 2. Bu da nəyə bərabərdir? Baxın, bölümü olduğuna görə, yəni biz bunu bu şəkildə yazsaq, 4-də 3 loqaritma 3 əsasdan 2 bölünsün 2-də 5 loqaritma 3 əsasdan 2. Baxın, bunlar ixtisar gedər. Yekunda nə qalar? 4-də 3 bölünmə olacaqdır. Vurulsun. Birinci kəs olduğu kimi ikincisini tərsinə çevirəcəm. Yəni 5-də 2-yə. Buradan 2-lər 4 ilə ixtisar gedər. Nə qalar? Burada 2 qalar. Yəni bərabərdir 10-da 3. Bu da bərabərdir 0,3. Yəni doğru cavabımız bizim 0,3 olacaqdır. Sonra baxaq 78-ci suala. Heç nə. Sadəcə yerinə qoyub hesablayacaq. Baxın. 10 vurulsun x kvadrat. X-imiz nəsədir? Mənfi 0,4-dür. Yəni mənfi kəsr şəklində yazsam 0,4. Kvadratı nə eləyər? Kvadratı 100-də 16 eləyər. Çıxılsın.
5 vurulsun. Modula salıb çıxartsaq, yenə müsbət çıxacaq. Yəni 10-da 4 plus 3. Bu da bərabərdir. Bu da bərabərdir. 10 ilə 100 ixtisar gedər. Burada qalar 10. 16-nı 10-a bölsək 1,6 çıxılsın. 5 ilə də 10 ixtisar gedər. Burada qalar 2. 4-ü 2-yə bölsək 2 plus 3 bərabərdir. Bu da 1,6 plus 1 bərabərdir. 2,6 etmiş olacaqdır. Doğru cavabımız burada 2,6 olacaq. Bu belə. Qapalı suallar, yəni ətraflı yazı tələb olunmayan suallar bunlar. Yəni, bunlar çox rahat suallar idi həqiqətən. Bunları rahatlıqla yazmaq olardı. Keçək indi görək ətraflı yazı tələb olunan suallardan nə var? Aha, bir dənə sürət məsələsi burada var artıq. Bu sual bizi gözləyək. Görək burada nə şərti verib? Yuxarıdan yer açaq. Bunu burada həll etməyə çalışaq. Gəldi, başlayaq. Deyir ki, aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Aha. Deməli, burada gəlin birinci qeyd edək. Baxın, bu olsun bizdə A məntəqəsi. Bu da bizdə olsun bir B məntəqəsi. Aha. Burada və bu məsələlər arasındakı daha doğrusu bu nöqtələr arasındakı məsafə nədir? Bu məntəqələr arasındakı məsafə 34 kilometrdir. Aha. Və deyir ki, piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti, deməli A-dan hərəkətə başlayıb velosipedçi, o zaman B-dən hərəkətə başlayıb piyada. Qeyd edək bura. Zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 deməli kilometr/saat çoxdur. Aha. Deməli biz nə edə bilərik? Sürətləri V ilə işarə edəcəm. Ona görə gəlin bunu elə velosipedçi yazım ki, qarışdırmayım onu. Bu da oldu piyada. Aha. Deməli. Baxın, burada biz şərtdə bizə dediyinə görə ki, deməli, velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. O zaman mən piyadanın sürətinə V desəm, velosipedçinin sürəti nə qədər olacaq? V plus 8 olacaq. Aha. Deyir ki, velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə, yəni, burada bir dənə C məntəqəmiz var və velosipedçi bu A məntəqəsindən C məntəqəsinə 24 km məsafədir. Yəni, buranın uzunluğu 24-dür. Aha. Və C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsın. Aha. Baxın uşaqlar. Burada A məntəqəsindən C məntəqəsinə 24 km-dirsə, bəs B-dən C-yə nə qədərdir? Ümumi 34 idi axı. O zaman buradan bura məsafəmiz qalacaq 10 km. Bunu da qeyd elədim bura. Daha sonra deyir ki, indi sürətlərin, zamanların burada veribdir. Deyir ki, velosipedçi A-dan bu kilometr məsafədə olan C məntəqəsindən piyadadan 0,5 saat tez çatarsa. Aha. Deməli, gəlin belə düşünək. Baxın, piyada bir T1 zamanı gedib. Və bu T1 zamanı nədir? T1 zamanı S bölünsün nədir? V-dir. S bölünsün V-dir. O zaman biz nə edərik? Baxın, piyada nə qədər gedib? 10 km gedib. Yəni 10 bölünsün V zaman gedibdir. Bəs velosipedçi nə qədər gedib? Bu da 24 gedib. Deyək ki, bunun da getdiyi zaman T2 olsun və bu nəyə bərabərdir? 24 bölünsün V plus 8. Bu da bu qədər zamana gedibdir. Aha. Bunları qırmızıya dairəyə alaq. Aha. Bu qədər məsafə gedib. Və bizə deyir ki, şərtdə deyir ki, piyadadan, yəni velosipedçi piyadadan 0,5 saat tez çatarsın. Yəni bu nə deməkdir? Məsəl üçün, piyada 3 saata gedibsə, o zaman velosipedçi 2 saat yarıma gedib. Yəni 0,5 saat tez çatmaq, yəni ondan az gedib də, daha tez çatıbdır. Yəni piyada məsəl üçün 10 saat gedibsə, o zaman velosipedçi gedəcək 9 saat yarıma. Yəni az gedəcək. Ondan az zamana gedəcək. Bu nə deməkdir? Yəni mən T1-dən T2-ni çıxsam, nə almış olacam? 0,5 almış olacam. 0,5 də gəlin kəsirik, çevirək ki, işimiz rahat olsun. 2-də 1 deməkdir. T1-im nədir? T1-im 10 bölünsün V-dir. Çıxılsın. T2 nə qədərdir? 24 bölünsün
V plus 8'dir. Bu da bərabərdir 2-də 1-ə. 2-də 1-ə. Nə edə bilərik? Nə edə bilərik? Artıq burasını sizin üçün qırmızı ilə yazacağım ki, qarışıq olmasın. Rənglər fərqlənsin. Burada nə tər yaza bilərik? Baxın, ortaq məxrəcə gətirərəm. Ortaq məxrəcim V vurulsun. V plus 8'dir. Aha. Bölsək, o zaman yuxarıda olacaq 10 vurulsun. Artıq vurub açıram. Olacaq. Yaxşı. Vurub açmayaq hələ ki, belə görsədək. V plus 8 minus 24 vurulsun V olacaq. Və bu nəyə bərabərdir? Bu 2-də 1-ə bərabərdir. Biraz da sadələşdirsək bunu. Biraz da buradan yazıram artıq. Yer açıb. Biraz da sadələşdirsək nə olacaq? 10V plus 80 minus 24V bölünsün. V kvadratı plus 8V. Artıq kvadratik tənliyə gəlir surət məsələmiz. Bərabərdir 2-də 1-ə. Hesablayaq görək. Baxın, 10V-dən 24V çıxsam, yəni olacaq yuxarıda 80 minus 14V bölünsün V kvadratı plus 8V bərabərdir 2-də 1-ə. Çarpaz vursaq bunu edəcək. V kvadratı plus 8V bərabərdir 160 çıxılsın 28V. Çarpaz vurdum. İndi hamısını sol tərəfə yıxsam, olacaq V kvadratı deməli plus 28V keçsə burada toplanacaq. Olacaq 36V minus 160 bərabərdir 0-a. Deməli, köklərinin cəmi 36 əks işarə ilə buraya yazıb, hasil isə mənfi 160. Bu da V1 bərabərdir. V1 bərabərdir 4-ə, V2 bərabərdir mənfi 40-a. V-ə görə. Təbii ki, zaman burada mənfi ola bilməz. Müsbət olanı götürəcək. Yəni, burada doğru cavabımız bizim 4 idi. Yəni, bu sualda doğru cavabımız bizim 4 olacaqdır. Bayağı uzun gedən bir sualdır həqiqətən. Bunu daha da tez tapılan şəkildə qoya bilərdilər. Ancaq nə eləmək olar? Artıq bu şəkildə düşüb. Yəni, həlli bayağı uzun gedən bir sualdır. Bəlkə də biraz fikirləşsək daha da qısa üsul tapmaq olardı. Hər neysə. Biz bu üsuldan yazdıq. Sonra keçək, burada baxaq 80-ci suala. Deməli, 80-ci sualda yoldaşlar bizə nə deyir? 80-ci sualda deyir ki, 24 nəfərdən ibarət işçi qrupdan olan qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Aha. Deməli, mən bilmirəm nə qədər kişi var. Deyək ki, kişilərimizin sayı olsun. Nə olsun? X olsun elə. O zaman qadınların sayı nə qədər olacaq? Qadınların sayına da Y deyək. Ya da ki, çox dəyişənə getməyək. Çünki ümumi 24 nəfər deyirsə, kişilərin sayı X-dir. O zaman qadınların sayı olacaq 24 çıxılsın X. Bu şəkildə. Aha. İndi burada. Deyək ki, qadınların yaşlarının ədəd ortası. Qadınların yaşlarının, daha doğrusu, qadınların yaşlarının ədəd ortası 21, kişilərin yaşlarının ədəd ortası isə budur. Aha. Deməli, baxın, kişilərin yaşlarının ədəd ortası ilə yaşlarının cəmi olsun 2, başlı hərfdən uyğun olaraq deyək. Qadınların işi də olsun Q. Tamam mı? Bunların ədəd ortasını biz tapanda nə edirik? Yaşların cəmini bölürük sayı. Yəni, kişilərin yaşlarının cəmini böləcəm. Bura cəm yazım. Bu cəmləridir, yəni. Bu cəmləridir. İşarə eləmişəm bunlarla. Deməli, kişilərin yaşlarının cəmini böləcəm saylarına. Alacam nə qədər? Baxın, kişilərin yaşlarının ədəd ortası 29. Bu 29-a bərabərdir. Buradan alırıq ki, kişilərin yaşlarının cəmi bərabərdir 29x-ə. Bu qalsın öz yerində. Digər tərəfdən, qadınların yaşlarının cəmini də saylarına bölsəm, sayları nə qədərdir? 24 çıxılsın x-dir. Bu isə deməli nəyə bərabərdir? Burada verib 21-ə. Bu isə 21-ə bərabərdir. Aha. Buradan da qadınları yaşlarının cəmini tapsam, 21 vurulsun 24 minus x almış olacaq. Aha. İndi bizə deyir ki, qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa, bütün işçilərin yaşlarının ədədi ortası deyərsə, yəni qadınlarla kişilərin yaşlarının cəmi və qadınların yaşlarının cəmi ilə işarə eləmişəm. Kişilərin yaşlarının cəmi isə K ilə ifadə eləmişəm. Bölünsün
24. Niyə? Çünki yaşların hamısının sayı 24'dür. Bu da bərabərdir 26'ya. Yəni bunların buradan alırıq ki, Q plus K bərabərdir 24 vurulsun 26. Vurub tapmayacağım çünki burada da 24 vurğu var. Yəqin ki, onlar mənə nəsə bir ifadə vermiş olacaq. İndi burada mən K-nı almışam 29x, Q-nü almışam 21 vurulsun 24 çıxılsın x. Gətirib yazsam yerinə 29x plus 21 vurulsun 24 minus 21 vurulsun x bərabərdir 24 vurulsun 26. X-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirsək, deməli, yəni 21 vurulsun 24 atacağım sağ tərəfə. 29x-dən 21x çıxsam 8x qalmış olacaq, bərabərdir. Buradan alıram 24 vurulsun 26 minus 21 vurulsun 24, 8x bərabərdir. 24'ləri çıxarsam 24 vurulsun 26 minus 21. Bu nə verər? Bu da 24 vurulsun 5 vermiş olacaq. 8x yəni bərabərdir 24 vurulsun 5'ə. İxtisar aparsaq buradan, 8 ilə 4 gedər. Burada qalar 3. X də buradan bərabərdir 3 dəfə 5 15. Deməli x 15'imiz. Biz x nə demişdik? Kişilərin sayını demişdik. Deməli x 15'dir. 24 çıxsın x, bu da 9'dur. Deməli 15 dənə kişi, 9 dənə qadın var. Bizdən neçə nəfər kişi var? Doğru cavabımız burada olacaqdır 15. Bu sualda həlli əslində asan sualdır. Bu sualdan çox işləmişik. Əslində asan sualdır. Sadəcə həlli, yəni həll baxımından uzun gedən bir sualdır. Keçək 81-ci suala. 81-ci suala. O zaman mən buranı sileyim. 81-ci sualı rahat işləməyimiz üçün. Görək 81-ci sualda bizə nə verir? 81-ci sual tipində keçənlərdə bir sual düşmüşdü məncə. Amma o tam fərqli bir tipdə idi. Amma bu formada o da qrafiklə bağlı bir sual idi. 2025-ci ildə. Deyək ki, deməli fx bərabərdir ax kvadratı plus bx plus c funksiyasının qrafiki verilmişdir. Bu buna perpendikulyardır. Aha. Yəqin ki, bu ekvilitə gələcək. Aha, bu belədir. Çünki burada artıq OC perpendikulyardır, düzbucaqdır. Deməli, deyək ki, BCO 5'dir. Yəni bura 5'dir. Bura 5'dir. Okay. BO bərabərdir 25 vurulsun AO. Yəni bura x-dirsə, o zaman bura nədir? Burada 25x-dir. Öz verilən şərtə görə. Biz bilirik ki, h-ın kvadratı bərabər idi oturacağın ayırdıq hissələrin hasilinə. Yəni 5'in kvadratı 25, 25 bərabərdir. X vurulsun 25 x-ə. Buradan da x alırıq neçə? Yəni bu da bərabərdir 25x kvadratı. Buradan x kvadratı bərabər olur 1'ə. Buradan x plus minus 1'dir. Sadəcə məsafəli ona görə biz müsbət götürəcəyik. Yəni x ilə bərabərdir 1'ə. Mən x-i 1 götürdüm. X-i 1 götürmüşəmsə, yəni bu özdəki bu x oxunun deməli mənfi istiqamətli olduğuna görə bura mənfi 1'dir. O zaman burada nə olacaq? Burada 25 olmuş olacaq. Yəni bunu qırmızıdan yazdım ki, daha aydın düşsün. Aha. Bura olacaq mənfi 1, bura olacaq müsbət 25. Aha. Bizdən görək sualda nəyi soruşur? Bizdən soruşur ki, o parabolanın təpə nöqtəsinin apsisini tapın. Təpə nöqtəsinin apsisi, yəni buranı soruşur bizdən. Bunun, bax, buradakı bizim qeyd elədiyimiz, həmişə dərslərdə deyəndə suallaşa M. Düsturu var idi. M. M-i necə tapırdıq? M bərabərdir köklərin cəmi bölünsün 2'yə. Bu şəkildə tapılırdı. Çünki burada mənfi 1, 25 artıq bu funksiya nədir? Bu tənliyin kökləridir. Və bu köklərin də cəmini yarıya bölüb mən parabolanın təpə nöqtəsinin apsisini tapacağım. Bu da bərabərdir mənfi 1 plus 25 bölünsün 2. Bu da bərabərdir 24 bölünsün 2. Doğru cavabımız burada 12 olacaqdır. Maraqlı bir sual idi bu. 12. Bu suala oxşar OTK-da sonuncu imtahanda məncə salınmışdı. OTK-nın sonuncu imtahanda olmalıdır belə bir tip sual. Bunu başqa yolla yazmaq olar təbii ki. Başqa yolla da x bərabərdir. Qeyd edək. X bərabərdir. Hansı? X bərabərdir mənfi b bölünsün 2a. Siz oradan a-nı da tapacaqdınız. Yəni hanı necə tapacaqdınız? A-nı da y bərabərdir. A vurulsun x minus x1
Bir də vurulsun x minus x2 üstündən tapacaqdınız. Amma bu biraz uzun gedəcəkdi. Bax, buna nəzərən çox uzun gedəcəkdi. Bu düsturu bilənlər elə bu şəkildə də tez tapıb zaman qazanmış olardılar. Keçək 82-ci suala. Görək bu 80 neçənci? Bu 81 idi. Bəli. İndi keçək 82-ci suala. 82-ci sual. Bu sualın eynisi var topluda. Bu sualın eynisi var topluda. Sadəcə sualların eynilərindən demişik. Sadəcə biraz həlli uzun olan suallardır. O baxımda, yəni vaxt baxımından biraz ola bilər ki, şagirdlərin vaxtını çoxalsın. Deyək ki, alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı. Aha, deməli uyğun tərəf paralel müxtəlif adlı deyirsə, bunların cəmi nədir? Bunların cəmi 180 dərəcədir. Yəni alfa plus betanın cəmi 180-ə bərabərdir. Bunu qeyd elədik bura. Qamba və fi isə uyğun tərəfləri paralel olan eyni adlı buzaqlardır. Yəni nə demək istəyir? Yəni deyir ki, qamba elə fiyə bərabərdir. Daha sonra şərt verir. Qambanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az. Bu nə demək istəyir? Baxın, 20% azdır. O deməkdir ki, yəni qamba bərabərdir. Alfanın dərəcə ölçüsündən 20% azdır. Yəni alfanın 80%dir. Yəni alfa vurulsun 80 bölünsün 100. Bu da nəyə bərabərdir? Bu da bərabərdir 0,8 alfaya. Yəni qambamız 0,8 alfaya bərabərdir. Bu belə. Sonra deyir ki, finin isə dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni demək istəyir ki, fi bərabərdir. 20% çox nə deməkdir? 120%. Yəni beta vurulsun 120 bölünsün 100-ə bərabər. Bu da bərabərdir 1,2 beta eləmiş olacaq. Yəni fi də 1,2 betadır. Və biz unutmayaq ki, qamba ilə fi bir-birinə bərabərdir. Gətir burada yerini yazsaq, nə olacaq? Olacaq 0,8 qırmızı ilə yazaq. Aha, burada olacaq 0,8 alfa bərabərdir 1,2 betaya. Hər tərəfi burada 0,4-ə bölsək, alacağıq 2 alfa bərabərdir 3 betaya. Biz nə edirdik? Biz alfaya k ilə ifadə eləsək 3k deyirdik. Betaya isə 2k demiş olurduq. Gətirib yerinə yazsaq, cəmi nədir? 180-dir. 2k plus 3k bərabərdir 180-ə. 5k bərabərdir 180-ə. 180 bölünsün 5. Bu da k nəyə bərabərdir? K 36 dərəcəyə bərabərdir. Bizdən nə soruşub? Alfa, betanın hər bir dərəcə ölçüsünü tapmışaq. Burada diqqətli olmaq lazım. Bax, bugün mənim bir şagirdim bir dənə bucağı tapıb, elə bil ki, böyüsünü soruşur. Heç sualın sonracan oxumur. Götürüb böyüyünü tapıb yazıb. Deyirəm, aslında böyüyünü soruşmur, hər ikisini soruşur. Ona görə sualları sonracan oxumaq lazımdır. Deməli, 36-dırsa, biri 3k idi, biri 2k'dır. O zaman 3k olan nə olacaq? 3 vurulsun 36, bu da bərabərdir 108. Bir isə 2k'dır. 2k olan da olacaq nə? 2 vurulsun 36 bərabərdir 72. Yəni doğru cavabımız olacaq 108 və 72. Bu şəkildə. Sonra keçək 83-cü suala. Aha, deməli 83-cü sualda bizdən nə soruşur? Artıq buranı silək. Aha. 83-cü sualda görək bizdən nə soruşur? Deyək ki, ABC üçbucağında deməli C 90 dərəcədir. Aha, bir düzbucaqlı üçbucaq çəkək. Düzbucaqlı üçbucaq çəkək. Aha. Və verilənləri qeyd eləyə üzərində. Verilənləri qeyd eləyə üzərində. Deməli, bu C təpəsidir. Bura A olsun, bura B olsun. Bizə deyir ki, AD tənbələn. AD tənbələndirsə, o zaman mən A-dan bura bir dənə tənbələn çəkdim. Bura bir tənbələn deyəcəm. O zaman bura alfadırsa, bura da alfadır. Aha. Sonra deyək ki, CD 2,4'dür. C 2,4. Aha, C'dən deyək 2,4'dür. AB isə 8,5'dir. AB isə 8,5'dir. Bizdən soruşur ABD üçbucağının sahəsini tapın. Yəni bizdən bu qırmızı olan hissəni soruşur. Buna aid topluda çox suallar var. Sırf o qədər işləmişdik ki, artıq burada bir çox qaydaları demişdik. Baxın yoldaşlar, mən D-dən AB tərəfinə bir hündürlük çəksəm, D-dən AB tərəfinə bir hündürlük çəksəm, bu niyə belə oxuna düşdü? Aha. Deməli, bura bir hündürlük çəksəm, yoldaşlar, baxın, D burada bir Y deyək. DY hündürlüyü CD,
parçasının uzunluğuna, yəni CD tərəfinin uzunluğuna bərabər olacaq. Yəni D, Y də 2,4 olmuş olacaq. Aha. İndi bizdən sahəni soruşur da. Bir söz uşaqlar. Sahə nədir? S bərabərdir 2-də 1. AH düsturuna görə A-mız neçədir? Tərəfə çəkilən hündürlüyün, yəni hündürlüyün çəkildiyi tərəfi 8,5. 8,5 vurulsun 2,4. 2,4 eləmiş olacaq. Buradan da hesablasaq, bu da bərabərdir. 2 ilə 2,4 gedir. Burada qalar 1,2. 8,5 vurulsun 1,2. Bu da bizə nə verəcək? Deməli 8,5-i 1,2 vursaq. Bu da bizə verəcək 10,2. 10,2 demiş olacaq. Yəni burada doğru cavabımız olacaq. Deyəcəm 10,2. Fərq suallarını tapmaq olardı bu sual təbii ki. Yəni elə də çətin bir sual deyil. Sonra baxaq biz burada 84-cü suala. Aha, 84-cü sual görək nədir? Deməli yoldaşlar, bizdən soruşur ki, nöqtələri verilibdir. Birləşdirən parçanın orta nöqtəsi absis oxunun mənfi hissəsi üzərində olarsa. Yoldaşlar, bu nə demək istəyir? Baxın, belə bir gəlin koordinat çəkək. Bax, bura x-dir, bura y-dir. Tamam mı? Bizə deyir ki, şərtdə nöqtələrinin birləşdirən parçanın orta nöqtəsi absis oxunun mənfi hissəsi üzərindədir. Yəni, o demək istəyir uşaqlar. Bu, x ox üzərindədir və onun mənfi hissəsi. Məsəl üçün, ya buradadır, məsəl üçün deyirəm də. Yəni, bu nöqtədədir. Və hansı, nə o nöqtədədir? Bunların orta nöqtəsi. Aha, tutaq ki, bizim belə bir düz xəttimiz var və bu bir-birinə simetrikdir və bunun orta nöqtəsi buradır. Bunların orta nöqtəsini tapmaq üçün, yəni bura A-dır, bura B-dir, tamam mı? Aha, indi bunun əgər absisi, bu nöqtələrin orta nöqtəsi absisi ox üzərindədirsə, o zaman bunların nəyi sıfırdır? X-i var, nəyi sıfırdır? Y-i sıfırdır. Yəni, X var, Y-i sıfırdır. Aha. İndi biz nə edə bilərik? Orta nöqtə deyirsə, o zaman mən bunların uyğun koordinatlarını toplayıb yarıya bölməliyəm. Yəni, yazmalıyam ki, k kvadratı minus 4k, çünki x-in yerinə bu durur, burada da x-in yerinə 12k çıxılsın, 4k durur. Plus 12 minus 4k bölünsün 2. Bu, bunun orta nöqtəsidir. Və bu nədir? Mənfidir. Deməli, sıfırdan kiçikdir. Bəs y koordinatların yerinə durub, burada k kvadratı durub, burada isə 32 çıxılsın, 12k durub. Yazacağım ki, yəni k kvadratı plus 32 minus 12k bölünsün 2, çünki orta nöqtədir və bu nədir? Bu, ox üzərində sıfırdır. Baxın, y sıfırdır. Yəni, bu sıfıra bərabərdir. Aha, bizdən soruşur oxunun mənfi hissəsi üzərində varsa, k-nı tapın. Bizdən k-nın qiymətini soruşur. Deməli, nə edə bilərik burada? Nə edə bilərik? Təbii ki, yəqin ki, sadələşdirib, köklərini tapıb həll edəcəyik. Birinci yazaq nə? Birinci biz burada k kvadratı çıxılsın 4k plus 12 minus 4k. Bu bizə nə verər? Bu bizə verər k kvadratı minus 8k plus 12. Bu nədən kiçik olmalıdır? Bu sıfırdan kiçik olmalıdır. Çünki bölü 2 sıfırdan kiçik olub. Aha. Buradan köklərini alırıq. Köklərin buradan k1 bərabərdir. Kökləri hasili 12, cəmi 8, 2, 6. K2 də bərabərdir 6. Yəni, vuruqlara ayıracaq olacaq. X minus 2, X minus 6. Sıfırdan kiçik olmalıdır. 2-ni almır, 6-nı almır. O zaman işarələrini təyin eləsək. Deməli, bura müsbət, mənfi, müsbət. Bizə mənfi olaraq lazımdır. Yəni, 2, 6. 2, 6. Bunu yadda saxlayaq. Aha. Sonra keçək digərini həll etməyə. K kvadrat üstə yəni 32 çıxılsın 12k bölünsün 2. Bu bizə nə verər? Yəni k kvadratı minus 12k plus 32. Bu sıfırdan kiçik olmalıdır yoldaşlar. Bu sıfırdan kiçik olmalıdır. Biraz fərqli şəkildə yazaq. Tam aydın olsun. Aha. Bu dedik ki sıfır olmalıdır.
O zaman bunu yuxarıdan yazıram. Yuxarıdan yazıram. Yəni k kvadratı minus 12k plus 32 nə olmalıdır? Sıfıra bərabər olmalıdır. Çünki sıfıra bərabər tənliyimiz. O zaman buradan həll eləsək nə almış olarıq? Buradan həll eləmiş olarıq. Buradan ki k1, k2 kökləri nədir? Y-ə görə. Kökləri hasil 32, cəmi 12-dir. 4 və 8. K2 də bərabərdir 8. Aha. Deməli yoldaşlar, diqqətlə baxsaq, bizim aldığımız digər kök nə olmalıdır? 2 ilə 6 aralığında olmalıdır. 2 ilə 6 aralığında da burada olan 8 deyil, 4-dür. Deməli burada doğru cavabımız nə olacaqdır? Bizim 4 olmuş olacaqdır. Bu şəkildə. Bu formada. Sonra baxaq, sonuncu sual, artıq sonuncu sualda bəli. Deyək ki, Euler-Venn diaqramında deməli çoxluqlarla bağlı bir sualı tənlik şəklində veriblər. Aha. Deməli yoldaşlar, bizdən soruşur ki, deməli, NA fərqlidir B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Aha, yəqin ki, biz burada 19 çıxılsın 2x-dən istifadə edəcəyik. Birinci bizə nə verir? Verib ki, kəsişmə nədir? 3x plus 4 nədən böyükdür? Böyükdür, B fərqlidir adam. B adam nə ilə fərqlidir? 19 çıxılsın 2x tənliyinə. Aha, buradan həll eləsək, alırıq ki, 5x böyükdür 15-dən. O zaman x nədən böyükdür? X burada 3-dən böyükdür. Bu öz yerində. X 3-dən böyükdür. Daha sonra və bir də biz bilirik ki, burada diaqramların içərisində olan bu ifadələr hər biri müsbətdir. Çünki sayıları ifadə edir. O zaman 19 çıxılsın 2x nə olmalıdır? Bunlar zaten x-in müsbət qiymətləri hər zaman müsbətdir. Amma bizdə bura çıxma var deyə biz bu şərti yoxlamalıyıq. 19 çıxılsın 2x nə olmalıdır? 0-dan böyük olmalıdır. O zaman nə alırıq buradan? Alırıq ki, 19 böyükdür 2x-dən. O zaman x də kiçikdir nədən? 9,5-dən. X kiçikdir 9,5-dən. Aha. Bizdən soruşur ki, ala biləcək ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Aha. Burada deməli, ən böyük və ən kiçik qiymətlərin cəmi. Ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Özə naturallardan söhbət gedir. Naturallardan söhbət gedirsə, o zaman nə olacaq? X 3-dən böyükdür. Nədən kiçikdir? 9,5-dən kiçikdir. X-in burada ala biləcəyi ən kiçik qiymət biri 3-dür. Yəni 3-dür. Bir də 9-un özüdür. Yəni naturallardan söhbət gedir. Biz də bunları toplasaq, yəni 3-dür. Bunların cəmi də bizə verəcək nə? 12 vermiş olacaq. 12 vermiş olacaq. Bizdən bunları soruşurdu. Bizdən burada n A fərqlidir B-nin ala biləcəyi. Biz bunları yerinə qoymalıyıq. Yəni x-in burada qiyməti, ən kiçik qiyməti 4 olur. Ən böyük qiyməti, yəni ən kiçik, ən böyük qiyməti isə olur 9-un özü. İndi bunları qoymalıyıq. Bizdən bunların cəmi soruşmur. A fərqlidir B nədir? 2x plus 5-dir. Yəni bir dəfə yerinə x-in aparıb 4 qoyacaq. Olacaq nə? 2 vurulsun 4 plus 5. Bir dəfə də x-in yerinə aparıb 9 yazacağım. O zaman nə olur burada? 2 vurulsun 9 plus 5. Bu da bərabərdir. 13 bu edir. 23 də bu edir. Bizdən də bunların cəmi soruşmuşdu. 23. Bu da bərabərdir. 36 etmiş olacaq. Yəni burada doğru cavabımız 36 idi. Bununla da sualların hamısını izah elədik yoldaşlar. Ümumi sualların səviyyəsinə baxsaq, sözün açığı ilk bu ətraflı yazı tələb olunmayan suallar çox rahat suallardır. Yəni onlar həqiqətən çox şifahi tapılacaq suallardır. Amma ətraflı yazı tələb olunan suallar müəyyən qədər ağırlığı var. Yəni nə mənada ağırlığı var? Həlləri daha uzun gedir. Yəni əməlli başlı vaxt tələb edən suallardır. Amma ümumi belə götürsək səviyyəsi çətin deyil. Sadəcə bunlar vaxt aparan suallardır. Bu qədər şagirdlər. Ümid edirəm ki, hər kəs istədiyi nəticəni əldə edib. Artıq siz bloka hazırlaşmalısınız. Sağ olun. Növbəti videolarda görüşənə qədər. Hər birinizə uğurlar.